Bu yaxınlarda qohumum tərəfindən bir video yollanıldı və belə bir mesaj yazıldı ki, bu qədər asan idi, mənə niyə demirdin? Gəlin baxaq görək, həqiqətən də bu qədər asandımı hesablamaq? Burada indi güya bizə bəzi hilələr deyir. Kökün altından çıxarmaq istəyiriksə, bu cür içəridəkiləri toplayaq, sonra qüvvəti çıxaq, alınsın. Eyni qaydada burada da içəridəkilər toplayır, dərəcəsini çıxır və cavab alınır ki, 8-dir. Bu doğru deyil. Baxın, misalı görürsünüz. Doğru deyil. Gəlin indi mən sizə işə yarayan hilələr göstərim. Birinci hiləmiz 11-ə vurmaq hiləsidir. Mən 15-i 11-ə vururam. Nə edirəm? 1 ilə 5-i didərgin salıram. 1 ilə 5-i toplayıram, araya yazıram. Bütün ədədlər də alınır. Məsələn, 59-u vururam 11-ə. Burada nə etməliyəm? İndi 5 ilə 9-u toplayanda 14 alınır. 9-u yazıram. Toplayanda 14 idi. 4'ü yazdım. 1'i de 5'in üstə gəlirəm. Birinə də baxaq. 79 vur 11. 9'u yazıram. 7'nin üstə 9 gəldik. 16. 6'nı yazdıq. 1'i də 7 ilə toplayıram. Birinə də baxaq. 75 vurulsun 11. 5'i yazıram. 7 ilə 5'i topladıq. 12. 1'i də 7'nin üstə gəlirəm. 825. Bir də sonu 5 ilə qutaranların kvadratı. Məsələn, 35'in kvadratı. 3'dən sonra hansı ədəd gəlir? 4. 3'ü vururam 4'ə. 12 sonuna 25 yazıram. Məsələn, 25'in kvadratı. Bilirik də 25'in kvadratı 625'dir. 2'ni özündən sonra nə gəlir? 3. Vurdum, yazdım 6. Sonuna da 25 yazdım. Bir dənə də baxaq. 55'in kvadratı. 5'dən sonra nə gəlir? 6. Vurdum 30. Sonuna da 25 yazdım. Baxın, bunlar işə yarayan hilələrdir. Amma digərləri işə yaramır.